Axilles kimi bədənə sahib olmaq üçün çalışıram part 3. Bugün 3 il fasilədən sonra ilk dəfə karate zalına gəldim. Sizə bir gündə necə döyüşçü ola bilərsiniz onu göstərəcəm. Uzun müddət zaldan uzaq qaldığıma görə uzun müddətli qızışma hərəkətləri edirdim. Güclü bir fizik üçün təkcə trenajör məşqləri yetərsizdir. Çünki trenajör bədəninizin elastikliyini qısıtlayır. Bu səbəblə özünüzü mütləq şəkildə hər hansı döyüş növü ilə dəstəkləməlisiniz. Təbii ki, nə qədər çox eləsək, o qədər yaxşı olar. Bu yolda isə mənə Çingiz kömək edir. Məşqçi Çingiz mənim yaxın dostumdur. Day almadığı çempionluğu yoxdur. Kilo ilə medalı var bir sözlə. Amma məşqdə dosta falan baxmır təəssüf ki. Məşq elədikcə anlayıram ki, əməlli başlı paslanmışam. Dözümlülük və dəqiqlik azalır. Amma təbii ki, dayanmaq yoxdur. Məhəmməd Əlinin dediyi kimi, yorulandan sonra saymaq lazımdır. İşte gel. Oh. Amma artıq hiss edirəm ki, yorulmağa başlamışam. Və bir neçə hərəkəti daha yoxlayıram. Kaldırdın ve kontrolda saxlayırsan. Və budur artıq məşqimiz bitir. Gərək. Sağollaşıb məşqi bitiririk. Yavaş görüşərik. Bu tərz məşqlərə qoşulmaq istəyirsinizsə, Çingizin yanına gələ bilərsiniz. Bura harda yerləşir? Bakı Xanov qəsəbəsidir. Alyan Şadlıq Sarayının yaxınlığında. Çingiz həm də mənim çox yaxın dostumdur. Yəni bu işdə tanıdığım həm professional insandır. Rahatlıqla gələ bilərsiniz. Təşəkkür edirəm, çox sağ olun. İnşallah görüşərik. İnşallah. Əgər bu tərz videoların gəlməyini istəyirsinizsə, videonu bəyənib kanala abunə olmağı unutmayın.